Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb, axşam saatlarından yağan qar şəhərə qış havası gətirib. Küçə və parklar ağ örpəyə bürünüb. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.